1878-ci ildə Polşada Avropalaşmış Yəhudi ailəsində Yanuş Korçik anadan oldu. Atası vəkil idi. Ailə imkanlı sayılırdı. Sonra atada psixi xəstəlik aşkar olundu. Ata xüsusi klinikalarda vaxtaşırı müalicə almağa başladı. Ailənin bütün sərvəti bu müalicələrə getdi. Yanuş 16 yaşından repetitor kimi çalışmağa başladı. Yanuş Varşava Universitetinin tibb fakültəsinə daxil oldu. 1905-ci ildə həkim diplomunu aldı. Hərbi həkim kimi Rus-Yapon müharibəsində iştirak etdi. Sonra Berlinə gəlib uşaq sığınacaqlarında və tərbiyə müəssisələrində praktika keçdi. 1903-1911-ci illərdə Yəhudilər üçün nəzərdə tutulmuş xəstəxanada çalışdı. Yayda düşərgə rəhbəri kimi uşaqlarla vaxt keçirirdi. Yanuş Korçik uşaqları çox sevirdi. 1911-ci ildə Yetimlər Evi adlı yalnız Yəhudilər üçün nəzərdə tutulmuş bir müəssisə açdı. Sonra 1-ci Dünya müharibəsi başladı. Yanuş Korçik Rus diviziyasında həkim kimi xidmət etdi. Sonra uşaq sığınma evlərində çalışdı. Uşaqları necə sevmək lazımdır kitabını nəşr etdirdi. Daha sonralar uşaqlar üçün çox məşhur olan hekayələr yazmağa başladı. Hitler hakimiyyətə gəldikdən sonra Polşada Yəhudilərə qarşı nifrət kampaniyası başladı. 1939-cu ildə Varşavanı faşistlər zəbt etdilər. Yanuş Korçikin rəhbərlik etdiyi Yetimlər Evini gettoya keçirdilər. Gettodan azad olmaq və şəhərdə yaşamaq təklifinə Korçik yox dedi. Dostu Igor deyirdi ki, biz ona sənəd düzəltdik və o mənimlə birlikdə gettodan çıxa bilərdi. Bunu onu deyəndə o mənə elə baxdı ki, mən yerin dibinə girdim. Anladım ki, o məndən belə bir şey gözləmirmiş. Övladını xəstə vəziyyətdə, təhlükədə qoyub necə getmək olar? Yanuş Korçik mənə dedi. Buradasa 200 uşağım var. Onları qoyub getsəm sonra necə yaşaya bilərəm? 1942-ci ildə əmr gəldi ki, uşaqlar konslagerə göndərilsin. Korçik uşaqlara dedi ki, ən gözəl libaslarını geyinsinlər və birlikdə mahnı oxusunlar, çünki onlar gəzməyə gedirlər. Yay idi. Uşaqlar bir-birinin əlindən tutaraq məktəb direktoru ilə birlikdə mahnı oxuya-oxuya gettodan çıxdılar. 200 uşaq və müəllimləri qatar stansiyasına topladılar. Yanuş Korçik'i tanıyan bir Alman zabiti ona dedi ki, uşaqlıqdan onun nağılları ilə böyüyüb və ona qaçmağa yardım edə bilər. O, yalnız gərək qatara minməsin. Yanuş Korçik yenə yox dedi. Şagirdləri ilə birlikdə konslagerə getdi. Şagirdlərini alçaq faşistlər qaz kameralarına salanda da Yanuş Korçik onlarla idi. O uşaqları yalnız buraxmadı. Deyilənlərə görə faşistlər kameranı açanda uşaqların qucağında Yanuş Korçikin öldüyünü gördülər. Yanuş Korçik onlara nağıl danışırdı. Yanuş Korçik uşaqları çox sevirdi və bu sevgisini həyatı ilə sübut edən bir şəxsiyyətdir.